Kvemokartili bölgəsində heyvanlar arasında dabaq xəstəliyi yayılıb. Yoluxucu xəstəlik heyvanlarda yüksək hərarət, ağız və dırnaq nahiyələrində yaralar, yem qəbulunun azalması, arıqlama və məhsuldarlığın düşməsi ilə müşahidə olunur. Bəzi hallarda xəstəlik heyvanların tələf olmasına səbəb olur. Bəli, dabaq xəstəliyi ölkə miqyasında, xüsusən də bizim bölgəmiz maldarlıq, heyvandarlıq bölgəsi olduğu üçün çox geniş yayılıbdır son zamanlar. Axırıncı bir aydır, daha çox heyvan dağdan gələndən sonra müşahidə olunur. Dabaq xəstəliyi, bunun adı bir başqa adı da şap xəstəliyi, virusdan əmələ gələn bir xəstəlikdir. Əsasən heyvanlarda ağız, ayaq və bəzi heyvanlarda yelində müşahidə olunur. Yemə çətinliyi çəkir və nəticədə heyvanlar ölümə yox da əsas çox böyük ziyanlara yol aça bilən bir xəstəlikdir. Varniyudə də dabaq xəstəliyinin yayılması fermerlər arasında ciddi narahatlıq yaradıb. Veterinar həkim Anar Məmişovun sözlərinə görə dabaq son bir ay ərzində sürətlə yayılıb. O bildirib ki, vaxtında profilaktik tədbirlər görülmədiyi üçün yoluxma davam edir. İnsanlarımızın buna biraz soyuq yanaşması var. Çünki dövlət hər kəndin özünün doktoru var və buna dərmanlar da, vaksinasiyaları da alınır. Amma doktor gəlib bunun qapısını döyəndə ki, məsələn, iynə vurmaq lazımdır, malı vaksina eləmək lazımdır. Buna malın, məsələn, qarnında balası var, boğazdır. Bu səbəblərə görə heç kim iynə vurdurmaq istəmir. Ona görə də demək olar ki, çox kəndlərdə hamı malını gizlədir, demir ki, malım var və nömrələmə də düzgün getmədiyi üçün çox mala vaksina vurulmuyor. Amma vaksina vurulsa, xəstəlik düşsə belə bunun müalicəsi çox asan başa gəlir və tez keçirir. Baytarın sözlərinə görə, xəstəliyin əsas ocağı heyvan bazarlarıdır. Satış üçün bazara aparılan iri buynuzlu heyvanlarda bir müddət sonra dabaq xəstəliyinə yoluxma halları müşahidə edilir. Bu da bazar ərazisində virusun sürətlə yayılma ehtimalının yüksək olduğunu göstərir. Bunun da ən yaxşı müalicəsi xəstəliyə qədər önləmlər almamızdır. Dezinfeksiyalara mütləq fikir verilməlidir. Damlara, bazardan heyvan alınmamalıdır. Hətta Türkiyə praktikasında var. Bu dəqiqə Türkiyədə artıq neçə ildir heyvan bazarları bağlıdır. Bu düzdür, biraz çətindir, amma mənim fikrimcə heyvan bazarları bağlanmalıdır ki. Aktualci xəbər portalının sorğusuna Qida Təhlükəsizliyi Milli Agentliyinin Baytarlıq Departamentinin Heyvan Sağlamlığı İdarəsinin rəis müavini Tengiz Çaliqava bildirib ki, agentlik heyvan xəstəliklərinə nəzarəti mütəmadi olaraq həyata keçirir. Yoluxucu xəstəliklərin əlamətləri 90% hallarda eynidir. İştahının itməsi, temperaturun qalxması və heyvanın halsızlığı. Məhz bu əlamətlərə əsaslanaraq biz vəziyyəti qiymətləndiririk, nümunələr götürürük, diaqnoz qoyuruq və müvafiq tədbirlər görürük. Bu xəstəliklər insanlar üçün də təhlükəlidir. Ona görə də insanlar da son dərəcə diqqətli olmalıdırlar. Tövsiyə olaraq demək istəyirəm ki, bu cür xəstəliklərin qarşısını almaq üçün fermerlər həm dövlət, həm də özəl baytarlarla əməkdaşlıq etməlidirlər. Vacibdir ki, hər bir fermerin öz şəxsi baytarı olsun. O profilaktik tədbirlər planı hazırlasın. Bu heyvanların sağlamlığını qorumağa və xəstəliklərin yayılmasının qarşısını almağa kömək edəcək. Əgər fermerin şəxsi baytarı yoxdursa, hər hansı şübhəli klinik əlamət müşahidə etdikdə dərhal baytarlıq xidmətlərinə müraciət etməlidir və heyvanın ölümünü gözləməməlidir. Təəssüf ki, çox vaxt fermerlər özbaşına müalicəyə başlayır, antibiotiklər və müxtəlif preparatlardan istifadə edirlər. Nəticədə xəstəliyin real mənzərəsi itir və baytarın düzgün diaqnoz qoymaq imkanı olmur. Buna görə də vaxtında məsləhətləşmə, düzgün reaksiya və müalicə yalnız mütəxəssis nəzarəti altında aparılır. Heyvanların daşınmasına gəlincə, bunun üçün yalnız baytar tərəfindən verilən nömrə bir forması mövcuddur. Baytar heyvanın vəziyyətini qiymətləndirir və bu formu yalnız heyvan tam sağlam olduqda verir. Xəstə və ya ağır vəziyyətdə olan heyvan üçün belə icazə verilmir.
Qeyd edək ki, mütəxəssislər xəbərdarlıq edir ki, xəstə heyvanın əti və ya çiy südü vasitəsilə virus insana da keçə bilər. Bu səbəbdən ətin təzə halda yeyilməsi qətiyyən tövsiyə olunmur. İnsanlarda da keçə bilər, amma böyük insanlara çətin keçir. Körpə uşaqlarda müşahidə eləmək olar. Ona görə buradan da özümü bütün maldarlıqla məşğul olanlara deyirəm ki, körpə uşaqlardan biraz uzaq saxlasınlar. Amma böyük insanlara demək olar ki, keçmir. Ətini də 70-80 dərəcə suda 20-30 dəqiqə qaynatdıqda demək olar ki, virus tam ölür. O qədər böyük insanlara ziyanı yoxdur. Xəstəlik böyüklərdə adətən ölümcül olmur. Qızdırma ilə müşahidə edilir və müalicə nəticəsində sağalma mümkündür. Lakin azyaşlı uşaqlar bu virusa daha tez yoluxa bilir və xəstəliyi nisbətən ağır keçirirlər.